ki, ilkin vurğulamaq istəyirəm inklüziv təhsil nədir? İnklüziv təhsil istər əlilliyi olan, yəni sağlamlıq imkanlarında müəyyən problemlər olan uşaqlar, istərsə də dini, etnik, cinsi fərq etmədən bütün uşaqların təhsil prosesinə cəlb olunmasıdır. Və bu insan hüquqlarına əsaslanaraq uşaqların bərabər hüquqlarla təhsil prosesinə cəlb olunur. Burada yeganə fərq ondadır ki, burada fərqli yanaşma metodları vardır. Biz məzmunu dəyişmədən fərqli metodlar tətbiq edərək uşaqları təhsil prosesinə, təlim prosesinə cəlb edirik. Və valideynlər daha çox inklüziv təhsilə müraciət etməmişdən öncə fikirlər yaranır onlardan və ya ətrafdan fikirlər eşidirlər ki, sizin övladınız digər valideynlər tərəfindən qəbul olunmayacaqlar, həmin məktəbdə bullyinqə uğrayacaqlar kimi ifadələr eşidirlər və bu onları çox narahat edir. Narahat olmağa əslində əsaslar var. Təbii ki, məktəb prosesində müəyyən problemlər yaşanır. Lakin bu, heç bir uşağı təhsildən yayındırmağa əsas deyil və inkişaf etaplarında müəyyən problemlər olan uşaqların təhsil prosesini biz ilkin etapda qüsursuz inklüziv təhsil şöbəsi olaraq müəyyən metodlarla aparırıq. İlkin etapda məktəbəqədər proqramla başlayırıq. Bu proqramda müxtəlif tapşırıqlar var, hansı ki, ilkin etapda uşaq kiçik motor bacarıqlarında zəifliyi varsa, biz başlayırıq kiçik motorika üzərində çalışmağa, daha sonra sabah təlimi üzərində çalışırıq, ətraf mühitlə daha yaxşı adaptasiya olması üçün dəstək oluruq və məktəbə adaptasiya proqramımız uşaqların məktəb prosesinə doğru düzgün şəkildə hazırlanmasına dəstək olur.